Xocalı faciəsinə dünya ictimaiyyətinin münasibəti, Xocalı soyqırımı gənclərin gözü ilə, Xocalı 20-ci əsrin ən böyük faciəsidir və Xocalı strateji hədəf kimi məhz bu mövzularda Müəllimlər İnstitutunun Mingəçevir filialında keçirilən elmi nəzəri konferansda məruzələr dinlənilib. Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında 26 fevral Xocalı soyqırımına həsr olunan Xocalı qan yaddaşımız mövzusunda elmi nəzəri konferans keçirilib. Konferansı giriş sözü ilə açan Mingəçevir filialının direktor əvəzi Xatirə Həsənova ermənilərin Xocalıda xalqımıza qarşı törətdikləri vəhşiliklərdən bəhs edib. O bildirib ki, o zamanki erməni-rus hərbi birləşmələrinin xalqımıza qarşı törətdiyi bu qanlı faciə 20-ci əsrin ən qanlı soyqırım aktıdır. Sonra Xocalı faciəsinə dünya ictimaiyyətinin münasibəti, Xocalı soyqırımı gənclərin gözü ilə, Xocalı 20-ci əsrin ən böyük faciəsidir və Xocalı strateji hədəf kimi mövzusunda məruzələr dinlənilib. Ardından konferans iştirakçıları Xocalı soyqırımına həsr olunan Xoca filminə baxış keçiriblər. Xocalı faciəsinin canlı şahidi filialın baş müəllimi Tahirə Həsənova qətliam zamanı ermənilər tərəfindən törədilən vəhşilikləri bir daha toplantı iştirakçılarının nəzərinə çatdırıb. O qeyd edib ki, erməni faşistləri amansızcasına uşaqları, qadınları, qocaları işgəncələrlə qətlə yetiriblər. Bununla da onlar bəşəri dəyərləri, beynəlxalq hüquq normalarını ayaqlar altına atdıqlarını bir daha nümayiş etdiriblər. Şahin Qurbanzadə, Talih Rəsulov, Elmir Həsənov, LTV Mingəçevir.